9 may faşizm üzərində qələbə günüdür. 1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya hücumu ilə başlayan 2-ci Dünya müharibəsi 1945-ci il may ayının 8-dən 9-una keçən gecə Almaniya generalının imzaladığı təslim aktı ilə 2-ci Dünya müharibəsi faşizm üzərində qələbə ilə başa çatmışdı. Bu tarixi qələbədə Azərbaycan xalqında böyük rolu olub. 130 Azərbaycanlıya Sovet İttifaqı qəhrəmanı adı verilib. 170 mindən çox Azərbaycanlı zabit və əskər müxtəlif orden və medallar tərtib olunub. Bu məqsədlə bugün şəhərdə sorğu keçirəcəyik. Görək şəhər əhalisi 9 may qələbə günü haqqında nə bilir? Orada bizim babalarımız, necə deyərlər, yaxınlarımız da olub, iştirak ediblər. Onlar bizi, necə deyərlər, müdafiə ediblər hər şeydən. İndi necə əskərlərimiz bizi qoruyur, o vaxt onlar bizi qoruyublar. Müharibə başlayanda Azərbaycan Respublikası əhalisi ümumi sayı 2 milyon yarım olub. Baxmayaraq 2 milyon yarımdır, 600 min insanı cəbhəyə yollayıb. O insanlardan 2 dənə Zaqafqaziya deyək də belə motostrelkovu diviziya yaranıb. Mənim atam da 43-cü ildə prizivat olub, yəni armiyaya gedib. 416-cı Taganrog motostrelkovu diviziyada xidmət edib. 43-də gedib 49-da qayıdıb. Baxmayaraq ki, 45-də qutarır Vətən müharibəsi. Amma onları saxlayıblar insan çatışmamazlığına, müəyyən obyektlərin qorunmasında, mühafizəsində. Çexoslovakiya, Rumıniya bu hissələrdən gedib Berlinə qədər. Düzdür, Berlinə çatmayıb, bu axırda Praqada qalıb. Yəni 2 dəfə yaralanıb, 3 dəfə yaralanıb. Birində yüngül, ikisində hospitalizasiya müəyyən qədər yatıb. Çox belə amansız müharibə idi də yəni. Мне этот день важен, потому что у меня папа воевал во время войны, получил ранение, был инвалид, остался инвалидом войны. И важен день, потому что мы рожденные уже после войны, что нам дала возможность эта победа жить, учиться, получить все, что можно было в послевоенное время. Я считаю, что война многое дала всем людям. И у нас в Азербайджане очень много мужчин воевали во время войны, были даже герои Советского Союза. Я работала на военном заводе, у нас был рабочий один, который был удостоен звания Героя Советского Союза и получил Красную Звезду. Очень много я сталкивалась с людьми, которые воевали. И, конечно, воспоминания этих людей тяжелые, очень тяжелые. Они практически не очень любили говорить об этом, потому что это переживания, знаете, очень сильные, потому что люди гибли у них на глазах. В основном это были молодые люди от 18 до 30 лет. Ну и старше были, конечно, возраст тоже имеет значение. Я считаю, что эта война – победа всего нашего народа, даже Азербайджана. В Азербайджане очень много народу, которые воевали, достойные люди. И я благодарна этим людям, которые дали нам возможность жить, учиться, дальше, как говорится, и процветать в нашей республике. 9 may qələbə günü haqqında nə bilirsiniz? 9 may 2-ci Dünya müharibəsində faşizm üzrə qələbənin ən böyük günlərindən biridir. Azərbaycan xalqı olaraq 600 mindən çox vətəndaşımız qəhrəmancasına bu müharibədə iştirak eləmiş və biz bunlar içərisində Həzi Aslanov, İsrafil Məmmədov və Mehdi Hüseynzadə kimi qəhrəmanların adını çəkə bilərik. Bu gün bizim üçün özəldir, çünki həm bu günü qeyd edirik, həm də ki qəhrəmanlarımızı yad edirik. Bizim bir vətənin adı müstəqil Azərbaycan. Bizim onu zorla bizə yamayıblar 9 may qələbədə. Onu mənim atım da 2-ci Dünya müharibəsi sırasında o vaxt vətən deyirdi, dünyadır. 300 minəcən artıq orada biz şəhid vermişik, amma onda bəhrəsini görmədik. Azərbaycanlar həmişə orada ermənilər vurdu, Həzasını o da kimi də vurdu. O bizim sünü yapışdırmış bizə vardı. Sadəcə bizim soydaşlarımız olur orada, insanlar qurban veriblər, onu görə onu qeyd edirik yolların xatirinə. Allah cəmi ölümümüzü müstəqillik uğrunda, Azərbaycan müstəqilliğində ölən şəhidlərimiz olar rəhmət eləsin. Bizim müstəqilimiz əbədidir. Prezidentimiz də inşallah Moskvaya getmir, əskərlərimizi gediblər, patdan keçirlər. Düşmənin gözünə bir oxta olsun onda qızıl meydanda, qırmızı meydanda qızıl yox. Amma Azərbaycan Azərbaycandır. Azərbaycanın tarixi də, milli mənəvi dəyərləri də qat-qat Avropadan, Asiyadan üstündür. Azərbaycan xalqına, Azərbaycan olsa eşq olsun. O yaşanmış tarixdir. Təbii ki, o qələbədə bizim böyük xidmətimiz var. Amma bizim üçün o mənada xoş olardı ki, bugün Bakı
məsələn 9 may qələbə gününü qəhrəman şəhər kimi qeyd eləyərdi. Bu bizim gözəl şairimizin Nusrat Kəsəmənlinin o vaxtı üsyankarcasına yazdığı bir gözəl şeir var. Deyir, şöhrət istəməyər bu qəlbi dəniz, onda ünvanı var, hər gələn yazın. Qəhrəman şəhərlər sırasına siz yazın, Bakının da adını yazın, amma yazmadılar. Bax, o barədə umutçusumuz var. Təbii ki, bu mənim yanımdakı bu böyük kişi 1-ci Qarabağ Savaşı'nın əskəridir, döyüşçüsüdür. Amma baxmayaraq Böyük Vətən müharibəsində bizim Mehdi Hüseynzadə kimi belə dünya miqyaslı əfsanəvi qəhrəmanımız olub. Ona da heç Sovet İttifaqı normal dəyər vermədi, Həzrət Əslanovumuza dəyər vermədi. Əvəzində Baqramlayanlar gəldi, çıxdı ortaya, nə bilim, kimlər çıxdı. Yəni Azərbaycan xalqının müharibədə Bakı nefti olmasaydı, heç Sovet İttifaqı da olmayacaqdı. Sovet İttifaqı Bakının hesabına Böyük Vətən müharibəsini donma, amma bizə xəyanət elədi. Bunu etiraf eləmək lazım. Yəni tarixin elə vaxtıdır ki, birindən çəkinə, birindən həqiqəti düz demək lazımdır. Amma büyük maşallah bizim özümüzün müzəffər ordumuz da var, dövlətimiz də var. Bu 44 günlük savaş göstərdi ki, Türkün heç vaxt izi bükülmür. Eşq olsun bizim özümüzün Türk əskərimizə, vətən əskərimizə. Bunlar var olduqca Azərbaycanımız da var. Bax o, bəli. Əskər dərman kimi. Mənə ordu gərəkdir, nəfəs kimi, can kimi. Mənə ordu gərəkdir, sarsılmaz cahan kimi. Ordum varsa, yurdum var. Ordum yoxsa, yurdum yox. Düşmənin yuvasını əlimlə pozmalıyam. Səngəri dırnağımla, dişimlə qazmalıyam. Tarixi qələmlə yox, qanunla yazmalıyam. Ordum varsa, yurdum var. Ordum yoxsa yurdum yox. Azərbaycan xalqı başda prezidenti Zurmala şəhidlərin qanı bahasına o qələbəni biz çaldıq. Qələbəmiz bizim əbədidir inşallah. Amma da mən Cəbrailiyəm. Məni bütün Cəbraililər tanıyır. Cəbrailə qaydırıq. Düzdür, həmənki Cəbraildir, amma Cəbrailin dağı, havası soğudadır. Yəni insanları da o havanı udduqca saflaşacaq, birləşəcək. Bizim bu qələbəmiz əbədi olacaq inşallah. Elə bilirlər ki, elə bunlar Ruslar oldu müharibənin. Əksinə 15 respublika hamısı müharibədə iştirak edib. Əsas da Azərbaycan. Azərbaycan istehsal olunan, müharibədə istifadə olunan neftin 75%-ni verir. Yusuf Məmməd Əliyev bu Molotov bombalarını istehsal edib. Heç kim aviasiya sənayesində istifadə olunan benzinin bilavasitə yaradıcısı Yusuf Məmməd Əliyev. Amma bizlərə qoymadılar. Yusuf Məmməd Əliyev Stalin 2 dəfə istədi deməli Nobel mükafatına təqdim eləsin. Erməni Nəhlətullahlar dedi ki, bunun işləri hamısı sekretlidir. Bunu versək, xarici ölkələr götürəcək. Qoymadılar. Burada həmişə bizə yuxarıdan baxıblar. Bizi həmişə onlar edib. Müharibələri onlar yaradıblar. 1905-ci il erməni müsəlman bizim Azərbaycan müharibəsi. 18-ci ildə bizi qırğınlar onlar yaradıb. 90-cı il yanvar qırğınlar onlar yaradı. Xocalı hadisələrini onlar törədib. Bunlar bizə həmişə yuxarıdan baxıblar. Nə deyə bilərəm?